Azərbaycandan Ermənistana benzin ixracına başlanılıb. SOCAR-ın istehsal etdiyi AE95 markalı yanacaq Gürcüstandan tranzit ötürüləcək. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq həyata keçirilən bu ixrac məhsulları qonşu ölkənin enerji asılılığını azaldacaq. Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılır. SOCAR tərəfindən istehsal olunan AE95 markalı 22 vaqon benzin yola salındı. Bu ixrac kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Prezident İlham Əliyevin qərarı ilə oktyabrda Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğal dövründə qalan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yüklərin göndərilməsi davam edir. Noyabrın 28-də Qəbələdə keçirilən Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşündə əldə olunan razılaşmaya əsasən SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirildi. Azərbaycan dəmir yollarına məxsus 1220 ton yanacaqdan ibarət qatar Bakı yük stansiyasından böyük kəsik stansiyasına yola salındı. Yük Ağstafadan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq. Ekspertlər bu addımın tarixi hadisə olduğunu bildirirlər. Azərbaycan üçün kiçik də olsa yeni bir bazardır. Neft məhsulları və qaz cəhətdən 80-90% Rusiyadan asılı olan Ermənistan üçün isə bu asıllıq müəyyən problemlər yaradır. Ermənistanın özü üçün də sərfəlidir ki, Ermənistanın asıllığını azaldır. Həm sülh prosesinin daha sürətlə irəliləməsinə, gələcəkdə tranzit keçidlərinin və yolların, infrastrukturun, koridorların açılmasını daha da sürətləndirəcək. Həm də Ermənistanın da Azərbaycandan müəyyən asıllığının yaranmasına səbəb olur ki, bu Azərbaycan üçün kifayət qədər uğurludur. Həm biz məhsulumuzu satıb valyuta əldə edirik, həm də Ermənistanın müəyyən Azərbaycandan asıllıqları yaranır ki, gələcəkdə hansısa bir revanşist qüvvələrin, hansısa bir ideyaların qarşısını kəsmək bu yolla mümkün ola bilər. Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının ölkəsinə göndərilməsini alqışlayıb. Paşinyan vurğulayıb ki, bunun üçün siyasi şərait Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunması sayəsində yaradılıb. Xatırladaq ki, ötən aylarda Qazaxıstan və Rusiya taxılının Azərbaycan üzərindən Ermənistana tranziti həyata keçirilib. Ekspertlər bu addımları sülh təşəbbüsünün müəllifi olan Azərbaycanın regional liderliyinin möhkəmlənməsinə töhfə hesab edirlər. Rüstəm Mikayılzadə, Rövşən Bayramlı, Atababa Vəliyev, İTV Xəbər.